Herkese salam. Bugün 2024-cü il 10 mart tarixində keçirilmiş buraxılış imtahanının bir neçə sualına baxacağıq. Və 2025-ci ildə olan buraxılış imtahanı da demək olar ki, eyni tipdə olacaq. Çünki yenə də zamanlar olacaq, yenə sinonim və ya antonim olacaq, yenə kompleks objectdən sual olacaq, yenə sifətdən sual olacaq, passive voice-dan hər il olduğu kimi bu il də sual olacaq. Exclamatory sentence, yəni nida cümlələrində bir sualınız olacaq, mütləq modallardan mütləq bir sualınız olacaq və biz də elə 7-dən 13-ə qədər olan testlərin izahına baxmaq istəyirik. Gəlin 7-ci testdən başlayaq. 7-ci testdə gördüyünüz kimi zaman testidir. Tense formdur. Yəni tense form onsuz da hər il bir sualınız tense formdan var. Ona görə də gəlin yenidən təkrarlamış kimi suallara baxaq. Qrammatikamızı yenidən təkrarlayaq. Məsələn, burada testə baxan kimi cümlənin sonunda 3 years ago var. Ago olanda isə demək olar ki, indi keçmiş sadə zaman veririk hər zaman. Ago-nu görən kimi keçmiş sadə zaman işlətməliyik. A variantı was moving, keçmiş davam edici. B variantı is moving, indiki davam edici. C variantı has moved isə indiki bitmiş zamandır. Qaldıq D və Y variantları arasında. Moved və moved keçmiş sadə zamandır. İkinci hissədə isə artıq mürəkkəb cümlədir. Bir-birindən asılı deyil. Cümlələrimiz burada isə yet vardır. Yet olduğuna görə isə biz götürürük indiki bitmiş zamanın yet cümlədə varsa artıq indiki bitmiş zaman olmalıdır və indiki bitmiş zamanın inkarı olmalıdır mütləq. Ona görə də düzgün cavabımız hasn't learned və moved D variantı olur. 8-ci sualda isə pair of synonym və bu tip suallar olanda artıq sinonimin altından biz xətt çəkməliyik ki, bilə bizdən sinonim istəyir yoxsa antonim istəyir. Çünki variantlarda işləyərkən artıq biz sinonim, antonim istədiyini bizdən yadımızdan çıxara bilərik. Ona görə də hər zaman işarələmək daha düzgündür. Sinonimi işarələdikdən sonra isə qayıdırıq variantlara. Yaxın mənalı sözlər tapmalıyıq bir-birimizdən. Artıq sinonimi demək olar ki, close meaning yazılır çox zaman. Ona da fikir vermək lazımdır. Close meaning olanda sinonimləri, opposite yazılanda isə antonimləri axtarmalıyıq. Easy, difficult antonimdir. Asan, çətin. Right, left, sağ, sol. Weak, strong, weak, zəif, strong, güclü. Various, different isə bunlar düzgün cavabımız D variantıdır. Various də different də müxtəlif deməkdir. Sweet, şirin, bitter isə acı deməkdir. Yəni bunlar da bir-birindən opposite meaningdir. Demək olar ki, sinonim və antonim testləri çox sadə sözlər salınır. Ona görə də sözləri öyrənərkən diqqətli öyrənmək lazımdır ki, düzgün cavabı tapmaqda sizə kömək olsun. 9-cu testi isə baxaq, yenə də burada biz wants görürük və bu deməkdir ki, bizdən kompleks object istəyir. Kompleks objecti isə want bilməliyik ki, neçənci qrup feildir. Want 3-cü qrup feil olduğuna görə özündən sonra gələn feili to ilə istəyir. Ona görə də gəlin baxaq görək hansı variant ola bilər. A variantı to do veribdir. Düzgün cavabımız A variantı olur. 10-cu testdə isə bizdən sifət istəyir. Düzgün sifətin dərəcəsini istəyir. Bizdə burada sifətin göstəricisi zən vardır. Zən olduğuna görə biz müqayisə dərəcəsi more və yaxud da er axtarmalıyıq. A variantı most yazılıbdır. B variantında da most üstünlükdür. An interesting C variantı adi dərəcədir. D variantı a more interesting və Y variantı interesting. Y variantı interesting adi dərəcədir. Düzgün cavabımız D variantı a more interesting. Burada yazılan buradakı cümlənin içərisindəki movie-yə aiddir. Yəni more interesting movie. Düzgün cavabımız D variantı olur. 11-ci testdə isə bizdə passive voice istəyir. Passive voice-da hər il bir sual demək olar ki, 100% düşür passive voice-dan. Burada gəlin baxaq, bizdə xəbərimiz hansıdır? Had sold bizim xəbərimizdir. Cümlədə qaydanda had been sold-la qayıtmalıdır. Məsələn, A variantında çıxa bilərik. Have been sold yazıbdır. B variantı are sold yazıbdır. Çıxırıq. Düzgün variant deyil. C variantında yenə də have-lə qayıdıbdır. Olmaz. Had-lə də qayıtmalıdır. Sadəcə had-lə sold-un arasında been yazılır. Had been sold-la qayıtmalıdır. D variantında isə were veribdir. Yenə də keçmiş sadə zamanın passive voice-udur. Bizdə isə had been sold olmalıydı. Keçmiş, bitmiş zamanın passive voice olmalıydı. Düzgün cavabımız Y variantı olur. Had been sold. Və all the apples cümləmizdəki tamamlıq idi. Passive voice isə həmin tamamlıq bizim mübtədamız olaraq cümləyə qayıdır. 12-ci sualda isə
düzgün nida cümləsi lazımdır bizə. Exclamatory sentence yazıbdır. Nida cümlələri testlərini işləyərkən bizim üçün ən asan variant odur ki, cümlənin sonuna baxaq ilk öncə. Burada baxın, birinci testdə arzu veribdir və dördüncü variantda da arzu veribdir. Demək ki, bu 1 və 4 səhv variantlarımızdır. Çünki nida cümlələrində bizim cümləmiz xəbərlə bitməlidir. Yəni birinci mübtəda gəlməlidir, sonra xəbər gəlməlidir. They are şəklində olmalıydı. Gəlin düzgün variantlarımızı yenə də yoxlayaq. İkinci varianta baxaq. What an interesting question it is. Question sayılır təkdədir, ona görə ənlə verilməlidir və question uyğun olaraq pronounumuz da itdir. Demək ki, ikinci variantımız düzdür. Üçüncü variantımızda isə how interesting the question is. How olan cümlədə sifət və isim bir-birindən z ilə ayrılmalıdır və bu variantımız da düzdür. 2, 3, C bəndi düzgün cavab kimi götürürük. 13-cü testdə isə modal testdir. Yəni modal testdə hər il imtahanlarda, buraxılış imtahanında 100% olaraq bir testimiz modal feillərdən olur. Ona görə də modallarda işlərkən diqqətli olmaq lazımdır. It is very noisy. Nöqtələrdən sonra baxaq, feilin qarşısında to yoxdur. Ona görə də biraz variantlarımızı işləyərkən ona da fikir vermək lazımdır. Məsələn, B variantını have olmaz, have-dən sonra to işlənməli idi. Here feilinin qarşısında da to olmadığına görə bu B variantını çıxmalıyıq. Və baxaq görək başqa. D variantında da yenə də able-dan sonra to yoxdur, ona görə də D variantında çıxırıq. Y variantını isə əksinə olaraq should-dan sonra to gəlməməlidir, ona görə çıxırıq. Və iki variant arasında qalırıq, can't və had to. Bu zaman iki variantda uyğun gəldiyinə görə biz yenidən qayıtmalıyıq cümləmizə. Cümləmizin birinci hissəsində it is very noisy yazıbdır. Yəni cümlə izi görərkən artıq cümlənin indiki zamanda olduğunu görürük və C variantında isə had to keçmiş zamandadır. Had to-nun indiki zaman forması isə have to-dur. Ona görə C variantı da olmaz. Cümləmiz çünki it is very noisy deyərkən indiki zamanda olduğunu artıq görürük. Ona görə də biz indiki zamanla bağlı olan bir modal götürməliyik. Bu da can't variantıdır. Düzgün variantımız A. Bugün sizinlə bir neçə testin izahına baxdıq. 2024-cü il buraxılış imtahanından olan bir neçə testə baxdıq. İnanıram ki, bu testləri işləmək sizə sabahki imtahanda kömək olacaqdır. Təşəkkürlər.